Salam dəyərli izləyicilər. Bu gün biz kanalımızın ikinci videosunda Qarabağ Futbol Klubunun Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyunu haqqında öz fikirlərimizi səsləndirəcəyik. Bildiyimiz kimi Qarabağ Futbol Klubu Azərbaycanı bu il Avropa Liqasında təmsil edəcək. Qarabağ Futbol Klubu Avropa Liqasına birinci təsnifat mərhələsindən start verəcək. Keçən mövsüm Çempionlar Liqasındakı uğurlu gedişat sonrası bu il komandanın Avropa Liqasında necə təsir bağışlayacağı bütün futbol sevərləri həyəcanlandırır. Püşkatma sonrası rəqibimiz İslandiya 2-ci liqa təmsilçisi Vestri oldu. Onu xüsusi qeyd etməliyik ki, bu püşkə çox rahat püşk deyə bilərik. Çünki rəqib İslandiya 2-ci liqasında ortabab klub təsiri bağışlayır və Avropa Liqasına da keçən mövsüm gözlənilmədən İslandiya kubokunu qazanaraq qatılır. Nəzərə almalıyıq ki, Avrokuboklarda iki klub var ki, hansı ki onlar 2-ci liqa təmsilçisidirlər və bu Avro turnirdə iştirak edirlər. Məhz bunlardan biri Vestridir. Avrokuboklarda demək olar ki, təcrübəsi olmayan bu klubun Qarabağa baş ağrısı olmayacağı bəllidir. Transfermarktdan dəyərləndirmələri sevməsəm də, maraq üçün sizin üçün qeyd edə bilərəm ki, rəqibin dəyəri 2 milyon avro belə deyil və bu da Avropada çıxış edən klub üçün kifayət qədər kiçik məbləğdir. Lakin biz buna aldanmamalıyıq, bu sadəcə rəqəmdir. Nəticəni sonda futbolçular özü deyir. Heyətin əksəriyyətini İsland oyunçularının təşkil etdiyi bu klub üçün hər hansı bir faktiki üstünlük qeyd etmək demək olar ki, bizim üçün mümkün deyil. Ənənəvi fiziki Skandinav futbolunu belə uğurla icra edə bilməyən bu klubun qol ümidləri demək olar ki, yalnız möcüzə nəticəsində baş verə bilər. Ki bütün oyunlarda müdafiədən hücum qurması bizə bu komandanın 5-3-2 sxemi ilə oynamasını deməyə əsas verir. Onu qeyd etməliyik ki, beşli müdafiəni oynadaraq kubok qalibi olan keçmiş məşqçi artıq klubdan ayrılıb və yeni məşqçi əvəz olunub. Bu məşqçi isə öz fəlsəfəsində beşli müdafiədən istifadə etmədiyi üçün deyə bilərik ki, klub keçid dövrünü yaşayır sxem olaraq. Çünki bu məşqçinin sxemdə nəzər saldıqda görürük ki, bu məşqçi 4-4-2 tərzində oynamağı sevən bir məşqçidir. Həm 4-4-2, həm 5-3-2 taktiki sxemi bizə sürətli və texnikalı cinah hücum və ya müdafiəçilərin olmasını tələb etsə də, Vestridə bu tələbləri qarşılayacaq demək olar ki, oyunçu yoxdur. Hücumdakı kreativliklərinin yox səviyyəsində olduğunu da nəzərə alsaq, belə klubları analiz etməyi sevən Qurban Qurbanovun başçılığı altındakı Qarabağ fikrimizcə hər iki oyunda da diktə edən tərəf olacaq. Biz bu videonu çəkən zaman Qarabağ artıq 8-ci transferini də reallaşdırıb. Qarabağ bildiyimiz kimi bu mövsüm ciddi heyət dəyişikliklərinə gedib və yeni oyunçuların komandaya nə dərəcədə adaptasiya olduğunu deməyimiz üçün əlimizdə kifayət qədər material yoxdur. Lakin keçirilən yoxlama görüşlərinə nəzər salsaq onu deyə bilərik ki, hələ komanda bir-birinə uyğunlaşma mərhələsindədir. Məhz Qarabağı bu oyunda yeganə axsada biləcək məqam bu ola bilər ki, bu da heç də o qədər də inandırıcı fərziyyə deyil. Bildiyimiz kimi, Qarabağ ənənəvi olaraq 4-2-3-1 taktiki sxemi ilə çıxış edir. Komandamız istənilən rəqibə qarşı topu özündə saxlayaraq oynamağı sevir və hətta münasib rəqiblərə qarşı yüksək presinq tətbiq etməyi də istisna etmir. Nəzərə almalıyıq ki, Qarabağın hazırki heyətində də yüksək presinq edə biləcək oyunçuların sayı yüksəkdir. Vestri ilə oyunda da Qarabağın ilk dəqiqələrdən topa sahib olacağını və top rəqibə keçdikdə ciddi şəkildə presinq edəcəyini təxmin edə bilərik. Çünki vurulacaq erkən qol rəqibi daha da şoka sala bilər və özünü itirən rəqibə qarşı qolların davamının gəlməsi Qarabağı daha da inamlı çıxış etməyə vadar edəcək. Əldə ediləcək böyük hesablı qələbə Qarabağa gələcək oyunlarda da böyük stimul verəcək və bu da Qarabağın Avropa Liqasında liqa mərhələsinə yüksəlməsində böyük amillərdən biri ola bilər. Ümumi oyun haqqında fikrimizi qeyd edəsi olsaq, zənnimizcə Qarabağ yenə 4-2-3-1 taktiki sxemi ilə meydana çıxacaq. Mövsümün ilk rəsmi oyunu olduğu üçün heyət təxmini vermək çətindir. Buna görə də biz formal 11-liyin rəqibə qarşı necə oynayacağını qeyd edəcəyik. Fikrimizcə Qarabağ ilk dəqiqələrdən rəqibi meydan amili ilə birlikdə öz qapısına sıxışdırmağa çalışacaq. Məhz bunların davamında intensiv paslar və texnikalı oyunla rəqibi erkən dəqiqələrdən məyus etmək qaçınılmaz olacaq. Öz davamında rəqib bizcə 5-3-2 taktiki sxemi ilə meydana çıxacaq və yeganə ümidi əks hücumlar olacaq. Lakin qeyd etməliyik ki, əks hücumlar zamanı komandamız diqqətli olmalıdır.
Lüzumsuz alınacaq sarı vərəqələr gələcək oyunlarda komandamızın oyun quruluşuna ciddi şəkildə mane ola bilər. Həmçinin Bakıda əldə edəcəyimiz sərfəli və ya böyük hesablı nəticə rəqibin meydanda daha təmkinli oynamağımıza gətirib çıxara bilər. Bununla da biz zədələnmənin qarşısını sığortalaya bilərik və digər mənfi hallardan qaça bilərik. Qarabağın Avrokubokda olan böyük təcrübəsini və rəqibin İslandiya 2-ci liqasında iştirak etməsini və orada belə ortabab klub olmasını nəzərə alaraq onu deyə bilərik ki, Qarabağ hər iki oyunda dominant futbol sərgiləyərək ikinci təsnifat mərhələsinə yüksələcək. Bu videoda biz Qarabağın Avropa Liqasının birinci təsnifat mərhələsində Vestreyə qarşı oynayacağı oyun haqqında öz fikirlərimizi səsləndirdik. Qarabağla yanaşı olaraq Azərbaycanı Avrokuboklarda təmsil edəcək Zirə, Sabah və Neftçi klubların hər birinə də uğurlar arzu edirik. Belə videoların davamının gəlməsi üçün kanala abunə olub like atsanız sevinərik. Gələcək videolarda görüşənədək.